hoş gelmişsin, hoş gelmişsin. Sen gələsən. Sən, Hoş gələk. Keçələş. Çoxdandır görmürəm. Nə var sənə bu? Sağ ol, mamı. Nətərsən, havanı yox. Nə var, yox, bir danış görək, nə dəyişiklik var, ayın bu? Nə dəyişiklik olası deyil. Uşaqların sayını 3 artırmışıq. Yavaş-yavaş, böyüyə gedirlər. Maşallah, görürəm sən də kabinet sahibi olmuşsan. Xeyirli olsun. Bu vəzifəyə mənə təzə təyin ediblər. Vəziyyətim də pis deyil. Və sənin işin gücün nətər? Amma oğlum, nədənsə bilmirəm. İş sarıdan heç bəxtim gətirmir. Vay, niyə? Vallahi özüm də bilmirəm. Müdürün biri deyir ki, güya tənbəl, işləyən adam deyil. Kişi nə olar gündə 1-2 saat işə girişəndə? Ha, nə olar ki? Hə, oğlum, bax bu mənim işimə nə təsir edə bilər ki? O biri müdür də deyir ki, güya işimin öhdəsindən gələ bilmir. İndi inan, bilmirəm nə var, nə eləyim. Amma oğlum, çox istəyərdim ki, sənə yaxşılığım toxunsun. Bax, elə bilirəm də ki, mənim yanıma iş üçün gəlmişsən. Ancaq bu idarədə sənə belə bir iş yoxdur, valla. Nə olar, amma oğlu yox da, qardaşım. Balalarının da əmsiyəm. Gəl belə eləyək. Mənim maaşım çox yaxşıdır, yəni əladır. Sözüm də subay oğlanam da, mən hər ayın axırı maaşımın bir hissəsini göndərərəm sənə. Sən də yəqin ki, ona kimi bir iş tapıb işləyərsən də. Amma oğlum, inan sən söz verirəm ki, cəmsi 2-3 ay səhəriyyət verəcək. İnan, iş tapan kimi pulu qaytaracaq. Ələt var, söhbətdir ki, mən onu sənə borc vermirəm, Ürəyinə başqa şey gətirmə, valla. Sağ olam oğlum. Onda mən yavaş-yavaş gedim. Yaxşı. Allah köməyin olsun qadana. Oldu. Allah qorxaq da sənə eksik eləməsin. Sağ ol, yaxşı, gülə. Özümə gözəl bir maşın almışam. Yox, kreditdən almışam. Düzdür, bahalı olmağına, amma inan ki, verdiyim pula dəyər. Valla. Hələ ki, ilkin ödənişdir. Ana oğlu, xoş gəlmişsən, həmişə sən gələsən. Eşitdim, işədada girmirsən, işləyirsən. O nə işdir ki, ərzəm yazır, çıxar. Sən də ki, 2 ayda pulumuzu göndərmirsən. Valla bilmirəm, niyə belə etdirsən, ayım oğlu. Nə məsələdir bu belə? Ayım oğlu, indi daha valla özümə də pul lazımdır. Kreditdən maşın götürmüşəm. Hələ düz 1 il mən kredit ödəməliyəm. Açı, maşın alırsan, sağlığa aksın. İstəyirsən üstünə bir də villa. Sən kim nə deyir ki? Kimsə nəsə bir söz deyir bana. Nə istəyirsən al. Mənim pulumdan yox da nə, öz pulumdan. Amma oğlum, bir insafın olsun da nə?